Bugün Çexiyanın paytaxtı Praqaya gəlmişik. %28-dən düşmüşük. Sahilə gedirik, Zərifə Əliyeva küçəsi. Santa Claus maşını buraya park edib. İşi var, gələcək, 12-dən gələcək. Aşko 20. Avropanın adlı sanlı kazinolarından biridir. Dostlar, qəribə gələ bilər, amma həddindən artıq son Azərbaycanca eşitdim. Yandıracaqlar, hər kimizə cavabını. Dostlar, görün nə tapdım. Baku Lunch. Dostlar, son 30 saniyə Praqada. Hardayamdan hamınıza salamlar dostlar. Bugün çox maraqlı bir video ilə qarşınızdayım. Bugün Çexiyanın paytaxtı Praqaya gəlmişik. Tarix 31 dekabr 2025-in son günü. İstəyirəm 2025-in son günü Praqada keçirim. Birlikdə gəzək, görək. Baxaq 2025-ə Praqa necə girəcək. Praqa dostlar Çexiyanın paytaxtıdır və belə deyək ki, Avropanın həqiqətən ən gözəl şəhərlərindən, mənə görə ən gözəl şəhəridir. Çox gözəl yerləri var. Əvvəlcə saat hazırda 9 civarıdır. Əvvəlcə biraz gəzməli, görməli yerləri gəzək, baxaq nələr var, nələr yox. Mən bir dəfə gəlmişəm, bir də sizlərlə gəzək. Saat 12-də və 12-dən sonra da isə başlayacaq işin əyləncəli tərəfi. Partilər, klublar falan. Az da olsa gecə həyatı təcrübə edəcək. Getdik. Her yerdeyiz. Her yerdeyiz abi, her yerde. Tüm masalarda varız çok şükür. Deməli dostlar, şəhər mərkəzinə yaxın bir yerdəyik, hardasa. Burada yeni yarmarkası var. Kiçik, en azından hələ görünür. Kiçik bir yeni yarmarkası var. Bunu anlamamışdım. Bugün kimi qalmaz deyə fikirləşmişdim, amma hələ də davam edir. Eyni, yəni Dortmund Berlin videosunda çəkilən eyni şeylər. Baxaq nələr var. Böyle aksesuarlar var burada. Deməli dostlar, mənə dostlarım məsləhət gördülər Praqanı. Dedilər Praqa qışda nağıllar aləminə oxşuyur, xüsusilə də qar yağanda. Dünənləri girdim, baxdım hava şəraitinə, qar yağacağı gözlənilirdi. Mənim qaldığım şəhərdə Kotbusda qar yağmışdı. Amma bura qarlı deyil təəssüf ki, amma yenə də şəhər çox gözəl görünür. Atmosfer çox gözəldir, insanlar rəngarəngdir, şəhər qaynayır. Yəni yeni il saatlarına kimi, saat 12 kimi daha da biraz da gözəlləşəcəyini fikirləşirəm. Birlikdə baxacaq, görəcəyik, gəzəcəyik. Deməli dostlar, elə bir yerə gəldik ki, Prasna Brana deyən bir yerə gəldik. Mən bu binanı ilk dəfə gələndə görmüşdüm və özümdən asılı olmayaraq çox qəribə hisslər gəlmişdi. Gözlərim falan dolmuşdu.
Nasıl yalancı? Yalan söyleme. Dəhşətli bir yapıdır deyək, dəhşətli bir binadır. Prasna Brana, qarşınızda Praqanın məşhur Prasna Branası dostlar. Prasna Brana 1475-ci ildə tikilməyə başlanıb. Kraliyyət ailəsi mənsub bir tikilidir. Gotik üslubda işlənib. Çox qədimi bir əsərdir. Yəni Praqanın simvollarından biridir deyə bilərik. Köhnə Praqaya açılan qapılardan biridir. Yəni bizim içəri şəhər kimi fikirləşin. Bir də içəri Praqa var. Bir də köhnə Praqa var. Köhnə Praqaya da getməyə çalışacağam. Bu elə bir içəri şəhərə, Praqanın içəri şəhərinə vaxtilə açılan qapılardan biridir. Möhtəşəm əsərdir, baxın dostlar. Möhtəşəm bir şey. İndi dostlar 28-dən düşmüşük. Sahilə gedirik, Zərifə Əliyeva küçəsi. Cidden bura Zərifə Əliyeva küçəsidir dostlar, baxın. Eynisi, hər dəfə bura gələndə sanki sahil metrosa tərəf gedirəmiş kimi hiss edirəm özümü. Şəhər çox gözəl bəzədilib. Hər kəs qaçışıyor. Belə suvenir mağazaların tez-tez görmək mümkündür. Xırda mağazalar. Burada da Alman dili. Yaxamızı bırak be, bir yaxamızı bırak be. Bu nedir ya? Ya dejavu oldum ya. Bu nedir ya? Ya dejavu oldum ya. Dostlar, gəldik çatdıq Praqanın məşhur meydanına. Burada çox gözəl meydan, çox gözəl mənzərələr var. Burada da Yeni İllər markası var. İndi də gəzəyə baxaq görək. Bunlar nə satırlar, bunlar nə işlə məşğuldurlar, buradan ağarırlar. Dostlar, bu əsərlərə baxın, bu əsərlərə. Bunlar möhtəşəm bir şeylərdir. Yəni kənardan baxanda bir bina kimi görünə bilir adama. Deyirsən, okey də, binadır. Amma bir fikirləşin, həmin dövrdə söhbət 1400-lərdən, 1500-lərdən, bəlkə də 1300-lərdən gedir. O vaxtda texnologiyasından bu qədər incə, gotik üslub, çox çətin üslubdur. Bu qədər incə işlənməsi, bunlar bir növ möcüzəvi əsərlərdir. Ona görə bax, döyə bilmirsən. Mən ilk dəfə gələndə buna yarım saat falan baxmışdım. Atmosfer belədir dostlar. İnsanlar oturublar restoranlarda yemək yeyirlər. Bütün Praqa çöldədir. Çox gözəl şəhərdir. Bir də bu binaya baxın dostlar. Əsərə baxın. Necə möhtəşəm bir şeydir. Meydanın bir tərəfində bu əsər dostlar. Bir tərəfində də bu əsər. Sadəcə möhtəşəmdir. Super görünür. Möhtəşəm. Belə stendlərdir dostlar, yemək stendləridir. Buraya gördüyünüz kimi pivə falan satılır. Belə şeylər. Burada da belə bir şey. Yəni dostlar, şəhərin hər yerindən fərqli bir gözəl bir əsər çıxır. Yəni gəz doymursan. Mən inanmıram ki, kimsə Praqaya gəlsin, ikinci dəfə gəlmək istəməsin. Mən inanmıram elə bir şeyə. Evet, yürüyelim, bekleme yapma. Aha, burada böyle bir şey var. Bu nedir dostlar? Millet bura çıkıyor.
Deyəsən açıq hava konsert olacaq. Gələrik birazdan, saat 12 kimi falan gəlib baxarıq. Əyləncəli bir gün. Böyle bir ortam hocam. Santa Claus maşını buraya park edib. İşi var gələcək, 12-dən gələcək. Konsert yavaş-yavaş qızışır dostlar. Saat 12'də burada körpü var, məşhur körpü Praqalı. O körpünün üzərindən atəşfəşanlığı izləyəcəyik. Yəni ümid edirəm atəşfəşanlığı olar hər halda. O körpüyə doğru gedək, bir dənə görüntü çəkək. Deməli dostlar, burada məşhur Praqa körpüsü var. O körpüdən atəşfəşanlığı izləyəcəyik saat 12-də. Çox gözəl görüntü olacağını fikirləşirəm. Hər halda yaxşı atəşfəşanlıq olacaq burada. Və o körpüdən görüntünü tutmağa çalışacağam. Mümkün olsa gedəcəm ora. Orada köhnə Praqada dünyanın dostlar ən böyük qalası var. Köhnə qala, bildiyimiz o İngilis, Şotland qalalarına oxşayan qalalardan. Dünyanın ən böyük qalası Praqadadır. Bir dənə onu mümkündürsə yaxından olmasa da o körpünün üzərindən görüntüsünü almağa çalışacağıq. Gözəl şeylər gözləyir bizi. Davam edək. Biraz Praqanın küçələrini gəzək. Baxaq nələr var, nələr yoxdur. Az çox sizi şəhərlə tanış edeyim. Deməli, dostlar, Almaniyadan Praqaya necə gəlirsən? Onu başa salım sizə, qısaca olaraq. Deməli, mənim qaldığım şəhər Kotbus şəhəri. Polşaya yaxın şəhərdir. Sərhəd demək olar ki, sərhəddəyik. Çexiyada bilirsiniz ki, Polşanın aşağısında Almaniyanın sərhəd bir ölkədir. Yəni bizim şəhərlər Çexiyaya yaxındır. Deməli, qatarla bizim şəhərdən Hauptbahnhofdan, artıq Hauptbahnhofun nə olduğunu bilirik. Oradan Dresden şəhərinə getdik 2 saat. Dresden'dən Flixbus deyən bir sistem var. Flixbus da doğrusu dostlar. Flixbus nədir? Flixbus Avropada şəhərlər arası, hətta Türkiyədə belə artıq işləyir o sistem. Şəhərlər arası həm qatarlar, həm də avtobuslar sistemidir. Dresdenə gəldik. Dresden'dən Flixbus'ı götürdük. Nə qədər ödədik bunun üçün? 28 avro. Əslində bu qədər baha olmur. Yəni də baha deyil. Amma bundan daha aşağı qiymətlər var. Mən son gün aldım. Yəni dünən aldım oyun 30-u. Ona görə biraz baha gəldi. Flixbus'a mindik və sadəcə 1 saat yarım, tam 1 saat yarım sonra Praqa şəhərindəyik. Və Alman oturumunuz və yaxud Alman vizanız varsa, heç bir sərhəddə yoxlanış falan olmadan rahatca Çexiyaya keçə bilirsiniz. Amma Çexiyadan qayıdarkən Almaniyaya onu göstərəcəm sizə. Yoxlanış olur. Yəni Almaniyadan çıxan avtobuslar baxılmır, amma Almaniyaya yenidən girən avtobuslara isə baxılacaq. Mən belə bir küçəyə girəcəm. Baxın dostlar. Çox işıqlı, rəngarəng bir küçədir. Diqqətimi çəkdi, baxaq. Burada nə var? Buradakı qar hələ də ərimir. Bu kilsədir bu arada, görürsünüz. Bu küçədə yüngül İtalya havası falan belə bir şey var. Maraqlı gəldi mənə. Görək necə bir yerdir. Sakit demək olar, heç kim yoxdur. Burada da xaç var. Çexiya bayrağı. Manastır. Stare Mesta.
Praqa. Dostlar, bu arada bunu deyim ki, Çex dili də Slavyan kökənli bir dildir. Yəni Slavyanca danışır Çexlərdə. Onsuz köhnə Çexoslovakiyanın bir parçasıdır. Çexoslovakiyanın Sovetlərlə olan bağı hamıya bəllidir. Və Praqada gəzərkən Çexin digər yerləri necədir bilmirəm. Məncə oralarda daha çox hiss eləyər onu. Praqada gəzəndə millətin geyimində, danışıqlarında, hərəkətlərində, şəhərin stilində falan Soveti hiss eləyirsən. Biz də köhnə Sovet hökuməti ölkəsiyik. Bizdə də o hava hiss olunur, amma Praqada bu tam başqa cürdür. Mənim Praqa ona görə xoşuma gəlir ki, buradan hər cür dadı ala bilirsən. Həm müasirdir, həm qədimdir, həm Sovetləri yansıdır, həm tam Avropanın özü kimidir. Çox qəribə şəhər, çox gözəl şəhərdir. İnşallah özünüz gəlib bir gün bu təcrübəni yaşayarsınız. Mən çox bəyənirəm Praqanı. Hava soyuqdur. Çox soyuqdur hətta. Amma gözəldir, şəhərin rəngarəngliyi isidir insanın içərisində. İnsanın içərisi, insanın için. Mənə baxmayın, dostlar, mənə nəyimə baxırsınız, şəhərə baxın. Mən də durub özümü çəkirəm. Həyəcanlandım iyi. Ha dostlar, körpünü görürsünüz. Bu körpüdə birazdan möhtəşəm bir mənzərə olacağını ümid eləyirəm. Saat 12-də gələrik bura və buradan atışmışanlığı izləyərik. Oradan keçərik kluba. Görək partiləri falan necə olacaq. Çünki geri dönüş biletim bugündür. Bugün qayıdacağam Dresdenə. Saat 4-də, gecə 4-də. Yəni 12-dən 4-dəcən bayırda qalsam, yəqin ki ölərəm soğuqda. Ona görə biraz əylənək. Burada Çexiya bayrağı. Aha, deməli dostlar, sizə bunu deyim. Mən ilk dəfə bu şəhərə dostumla gəlmişdim, anarla. Anara salam olsun buradan. Biz belə bir şeyin fərqinə varmışdıq. Anar türklərmişə harıl-harıl küçələrə düşüb Çexiya bayrağı axtarırdı. Ki bunlarda niyə bayraq yoxdur? Dostlar, sizə bunu deyim ki, Azərbaycandan çıxandan sonra mən onun fərqinə vardım. Mənim getdiyim ölkələr hara idi? Türkiyə idi, Azərbaycan idi, başqa ölkə. İlk dəfə çıxdığım ölkə Almaniyadır. Dostlar, burada bayraq mədəniyyəti yoxdur. Yəni Almaniyada da ret kritik görürsən, çox nadir hallarda. Çexiyada da mən elə gördüm. Yəni bayraq sevgisi, bayraq istəyi, bayrağa olan hörmət falan bizdəki qədər güclü deyil Avropa ölkələrində. Yəni hər yerdə bayraq. Azərbaycanda çıxırsan, nəinki bizim bayraq, Türkiyə bayrağı, yanında Pakistanın bayrağı, Türkiyəyə gəlsən Türk bayraqları. Biz çox bayraqçıyıq. Amma Avropada bunu görmək mümkün deyil heç cürə. Heç bir bayraq mədəniyyətləri yoxdur. Sadəcə simvol kimi. Yəni aha bu mənim bayrağımdır, bu qədər. Bitdi. Dostlar, burada maraqlı aksesuarlar var. Bunlar hamısı dəmirdən yığılıb. Hamısı dəmir parçalarıdır. Motosiklet, minyonlar. Burada şövalye. Baxın, hamısı dəmirlərdir. Baxın, hamısı dəmir parçalarıdır. Ya dostlar, belə bir market var. Suvenir marketi. Girək baxaq. Görək nələr satırlar. Sorry. Bu arada dostlar, bunu deyim ki, Çexiyanın pulu, məzənnəsi kronadır. Valyutası kronadır. Çexi kron deyirlər. Dəyərli isə avro qarşısında 1 kron 0.041 avrodur. Yəni bir şeyin qiymətini görəndə üzərində 24-ə bölməyimiz kifayətdir. Məsəl üçün atıram Milka şokoladlardır məsəl üçün 89 krona. 89-u 24-ə bölüb 24.8 bunun avro ilə qarşılığını taxa biləcəyik və Çexiya Şengenə daxil olan ölkədir. Burada avronla da pulu ödeyə bilərsən. Vacib deyil avronu gəlib burada kronaya çevirəsiniz. Avronla da olaraq ödeyə bilirsiniz. Burada bijuteriyalar falan belə. Burada təbii daşlar. Aşkoy 20. Bunlar nədir dostlar? Səyahətimiz davam edir dostlar.
Praqanı birlikdə kəşf etməyə davam edirik. Hal-hazırda saat 22:38. 1 saat yarım qalıb. Yaxşı şuşanlıqla səsləri indidən başlayır. Birazdan yəqin ki, gözəl mənzərə yaxalaya biləcəyik. Gəzməyə davam edirik. Buralar məndən çox içəri şəhər sahili andırır. Bu küçələrin, binalarının üslubu deyə bizimkinə oxşadı biraz, oradakına. Bakıdakına daha doğrusu. Bura dostlar. Bu da Praqanın məşhur küçələrindən biridir. Burada çox böyük bir kazino var. Avropada adda sanlı kazinolardan biri var burada. Göstərəcəm onu şimdi sizə. Burada da kiçik belə stendlər var. Millət bir şeylər alır, yiyir. Atmosfer çox gözəldir. Hər kəs çöldədir. Hər kəs sanki saat 12-ni gözləyir. Mən də birazdan gedirəm, əslində indi gedirəm kafedə oturub bir şeylər içməyə. Yoxsa donacam soyuqdan, isti bir şeylər ehtiyac var. Artıq 2 saata yaxındır ki, çöldəyəm. Və hava həqiqətən çox soyuqdur və külək əsir. Almaniyada külək Almaniya üçün şey deyil. Necə deyirlər ona? Xarakterik deyil. Amma normalde burada da olmamalıdır, amma bugün küləklidir hava. Gördüyünüz kimi. Dostlar baxın, bura Avropanın adlı sanlı kazinolarından biridir. Adını tam olaraq bilmirəm, amma kazino yazılır. Hotel Ambassador. Burada canlı musiqi var dostlar. Praqada canlı musiqi görmək çox şeydir. Tez-tez görünür yəni. Aha, millət oynayıb, baxaq. Fərruh kişinin sevincə şərik olmağa gəliblər. Bala, nə oldu? Nəfs oldu, tüh. Ayağımız düşmədi, mikrofon pozuldu. Bax, getməyə başlayaq, təzədən başlayaq, tüh belə işə. Dostlar, möhtəşəm bir anı yaxaladı. Saat tam 11'dir, kilsənin zəngi çalır. Dostlar, qəribə gələ bilər, amma həddindən artıq çox Azərbaycanca eşitdim. Meydanda xüsusilə burada, yəqin Praqada yaşayan bütün Azərbaycanlılar gəlib bura. Həddindən çox Azərbaycanca eşitdim. Videoya düşməyib. Dayı burada bir şeylər pişirir, gəl baxaq, maraqlıdır. Yəqin ki, domuz ətidir dostlar. İnsanlar növbə gözləyirlər yemək üçün. Az öncə gəldiyimiz meydanda dostlar bura konsert, açıq hava konserti olan. İnsanlar toplaşırlar yavaş-yavaş. Yəqin çoxu, buradakıların çoxu saat 12-ni burada girəcəklər. Çox gözəl atmosferdir dostlar. Yəni, təkrar eyni şeylər demək istəmirəm. Amma çox gözəldir. Mütləq gəlib təcrübə eləməlisiniz, mütləq. Bir şey qalmayıb, saat 12 işləyib. Həyatımda ikinci dəfə olacaq ki, başqa bir ölkədə yeni ilə girəcəm. İlki keçən il Almaniyadaydı. Bu il Praqada. Gələn il görək harada olacaq.
İndi isə dostlar, məqam gəlib çatdı. Məqam gəlib çatdı. Saat 23:45-dir. Biz gedirik körpüyə doğru yavaş-yavaş. Ümid edirəm ki, gözəl mənzərə tuta biləcəyik. Bir də körpünü keçəndən sonra bir park var təpənin üstündə. O təpədən şəhərin çox hissəsi görünür. Oradan da gözəl görüntülər almağa çalışacağıq. Hava getdikcə soyuyur və kameraya düşmür o. Yavaş-yavaş qar yağmağa başlayır. Hava çox soyuqdur. Başımı, əllərimi artıq hiss eləmirəm. Amma bu mənzərə üçün dəyər. Gedək baxaq. Görək necə olacaq. Demək olar ki, çatmışam körpüyə, baxın dostlar. ...15 dəqiqə, hətta 10 dəqiqə qalıb yeninin girməyinə Praqada. İndi bu körpünü keçəndən sonra təpənin başında burada təpə var. Orada çıxıb gözəl görüntülər yaxalamağa çalışacağıq. Ümid edirəm ki, gözəl bir görüntü olar, o qədər yol gəlməyimizə dəyər. Ondan sonra da çalışacağıq bir gecə klubu tapaq. Heç bir bilet falan almamışam öncədən. Kaş alardım amma, səhv elədim. Ev yox, bir yer tapacaq. Biraz da orada əylənəcəyik. Ondan da Praqadakı yeni il turumuz sonlanmış olacaq. Körpüyə çatdıq dostlar. Burada gözəl bir bina var belə. Çox adam gedir körpüyə doğru baxın. Yəqin hamı bizim kimi fikirləşir. Fişənglərin səsi gəlməyə başlayır. Belə, yalandan, mırta. Belə mırta bir şeydir. Sən git ağa babaların gəlsin. Şimdi onu ağa babaları gələcək birazdan 10 dəqiqəyə. Baxın dostlar, nə qədər insan yığışıb. Hamı mənzərəni seyr etməyə gəlib, yəqin ki. Dostlar, burada çay var. Bilirsiniz ki, su alan yer daha soyuq olur, daha küləkli olur. İnanılmaz soyuq var burada. Dostlar, hər kəs buradadır. Hər kəs yığışıb bura, amma inanılmaz soyuq var. Dostlar, sizə dediyim, bilmirəm, görmüşsünüz orada ya yox. Orada qala var. Baxın o qala. Bugün gedə bilmədik ora. Ora başqa bir zaman çəkib göstərəcəm sizə. Bax o qala. Əmin deyiləm, görə bilirsiniz. Yox, buranı açıq gözlə gördüm. Baxın bu nöqtədə. Bu dünyanın ən böyük qalasıdır. Möhtəşəm görüntüsü var. Oranı gedib çəkməyə çalışacağıq. Amma gələn videolarda bir Praqa turu daha eləyəcəm. Bugünkü konseptim sırf çalışdım yeni il olsun. Bir Praqa turu daha eləyəcəm. Gündüz görüntüləri, gecə görüntüləri. Yaza doğru elə bir video çəkməyi planlayıram. Onda o qalanı mütləq göstərəcəm sizə. İndi isə anın dadını çıxarın dostlar. Hal-hazırda saat 23:52-dir Praqada. Son 8 dəqiqə. Son 8 dəqiqədən sonra 2026-ya girmiş olacaq. Dostlar, park buradadır. Dediyim təpənin üzərindəki. Mən də heyecanlıyam. Görək necə bir görüntü olacaq. Baxın dostlar, yuxarıdan sizə indi böyle çıxım Dresdeni göstərəcəm. Praqa, Dresden'də istəyirəm. Bura Dresden'ə çox oxşuyur. Dresden videosunda görəcəksiniz. Soyuqdan beynim dondu. Baxın dostlar, şəhərə. Bizim məşhur Praqa. Avropanın göz bəbəyi. Dostlar, şəhərin mərkəzində az öncə gəzdiyimiz yerlərdə, o tarix məkanlarda dövlət biraz həssaslıq göstərir. Pirotexniki vasitələrdən istifadə etməyə icazə vermir ki, tarixi abidələrə zərər gəlməsin. Düzgün addımdır. Ona görə atış fəşanlıqlar biraz şəhərin kənarında olacaq. Amma biz istənilən halda məncə mənzərəni tuta biləcəyik. Çünki mən belə planlamışdım, amma görürəm ki, yerli xalq da bura gəlir. Onların təcrübələri var, demək ki, düzgün yerdəyik. Dostlar, son 30 saniyə Praqada. İnsanlar hamı yığışıb bura. Baxın. Praqada 2026 gəldi dostlar.
şanlıqlar var dostlar. Dostlar, körpüdən indi, atışışanlıq hələ də davam edir, səsləri eşidirsiniz. Biz isə indi gecənin ardını davam edəcəyimiz yer axtarırıq. Baxa, bir-iki yerə getdik, bilətlər qutarıb artıq. Kaş əvvəldən alardım, amma tapacaq bir şeylər. Davam edək. Yandıracaqlar cəmaatı evini. Yandıracaqlar həkimizə ya cəmaatın evini. Dostlar, görün nə tapdım. Bakı lunch. Yarpaq dolması falan. Bağlıdır hal-hazırda yoxsa? Bağlıdır yoxsa? Ha, sadəcə. Okey. Sadəcə qəlyan falan var içəridə. Belə bir yeri varlığından xəbərim yox idi. Tamamilə təsadüfən qabağıma çıxdı. Hər masada varız, hər masada. Masa biziz oğlum zaten. Aha. Beşiktaş tərəfdarlarına gəlsin. Dostlar, Dejavu diye bir mekana geldik. Ortam güzeldi, oturmuşuz. Yaş ortalaması biraz çoktu ama eybi yok. Eğlenceli bir gün dostlar. Dostlar, klubdan çıxdıq. Yavaş-yavaş gedirik avtobus stansiyasına doğru. Yarım saatimiz qalıb, saat 4-ün yarısıdır. 4-də avtobusumuzdur. Dresdenə, oradan da inşallah Korpusa. Gözəl bir gün idi dostlar, necə deyərlər, fələkdən bir gün uğurladıq. Sizlərlə birlikdə Praqada yeni yeri qarşıladıq, 2026-nı qarşıladıq. 2006-da sizə arzum odur ki, can sağlığı ən əsası, bərəkətli, huzurlu, vətənimizə, millətimizə xeyirli bir il olsun inşallah. Dostlar, mən əyləndim, ümid edirəm ki, az da olsa o hissi sizə yaşada bildim, mənlə birlikdə əylənə bildiniz. Bu kimi videoların ardına gəlmək istəyirsinizsə, kanalıma abunə olub, videolarımı like eləməyi, mənə dəstək olmağı unutmayın. Siz nə qədər mənə çox dəstək olsanız, videoların ardına bir o qədər çox video gələcək. Özünüzə yaxşı baxın. 2026-da sağlam, huzurlu, xoşbəxt qalın. Sağ olun.